Salam, hörmətli müəllimlər, yenidən sizi xoş gördük. Söz verdiyim kimi, ARTİ-nin Azərbaycan Respublikası Təhsil İnstitutunun hazırladığı sınağa baxırıq. İlk 5 sualın izahına baxmışıq, kanalda var. Girib bəyənib, like edib baxa bilərsiniz, şərhlərinizi yaza bilərsiniz. Bu gün yenə də sizlə 6-cı sualdan izah eləməyə çalışacağım və Plus niyə qısa-qısadır? Bezməmək üçün özüm qısa qeydlər və qısa suallar izah edirəm ki, videodan bezməyəsiniz. Rəng dərinliyi 7 bit olan palitrada rəng çalarlarının maksimum sayı nə qədərdir? Rəng dərinliyi, baxın qeyd edirəm buradan. Rəng dərinliyi. Rəng dərinliyi deyəndə biz nə başa düşürük? Ümumiyyətlə bizim harf düsturumuz var. Bax, buradan yazırıq rəng. Harf düsturumuz necədir? N bərabərdir 2 üstü i-dir. Rəng dərinliyi deyəndə biz i başa düşürük. I-nin vahidi həmişə bitdir. N nədir bəs burada? N isə maksimum rənglərin sayıdır. Max rənglərin sayı bizim üçün olacaq N. Məsələn, bizə də verib rəng dərinliyi. Rəng dərinliyini harda gördüksə nə götürməliyik? I götürməliyik. I harda olur? 2-nin qüvvətində olur. Vahidi nədir? Vahidi bitdir. Deməli, rəng dərinliyi dediyi üçün N bərabərdir 2 üstü 7. O da bərabərdir 128. Doğru cavabımız Y variantı. Bu da sadə suallarımızdan biri idi. 7-ci sualla davam edirik. Proqramda dövrün gövdəsi neçə dəfə icra olunacaq? Bu da sadə suallarımızdan biridir. Ümumiyyətlə proqramın nə iş gördüyünə baxaq. K dəyişəninə 18, A dəyişəninə 4, S dəyişəninə 0 mənimsənilib. Biz qeyd eləmişdik ki, bizim dövrlərimiz iki cürdür. Biri qeyd edirəm buradan, ümumiyyətlə sizdə qeydlərinizi zəhmət olmasa aparın. Biri qeyd eləmişdik while'dır, biri qeyd eləmişdik for dövrüdür. While nə qədər ki, dövr doğrudur, dövr davam edir. Yəni dövrlərin sayı öncədən məlum deyil. Yəni dövrün sayı məlum deyil. Nə qədər ki, doğrudur, biz dövrə qaydırırıq və dövrümüzü davam elətdiririk. Dövrün gövdəsi bu hissədir. Yoldaşlar, dövrün gövdəsidir bu. Nədir? Dövrün gövdəsi. Bəs for nədir? For isə öncədən məlumdur ki, 5 dəfəmi, 3 dəfəmi, 2 dəfəmi dövr olacaq. Yəni artıq forda biz dövrlərin sayını öncədən bilirik. For dövrü modifikasiyalı dövr alqoritmi uyğundur, sayğaclı parametrik dövr adlanır. Yəni baxaq. Deməli A dəyişənimin qiyməti neçədir? Baxın, səliqəli formada yazmağa çalışacağam. 4'tü. Deyirəm 4 kiçikdirmi? K dəyişənim 18'in 2'ye bölünməsindən alınan tam. Bundan əvvəlki videoda mən izah elədim ki, bizim bölmə əlamətimiz bu necə bölmədir? Tam bölmədir. Bunun tipi int tipidir. Həmişə bölmə əlaməti tam bölmə və tipi də int tipidir. Deməli bizə deyir ki, 4 kiçikdirmi 9'dan? Həqiqətən də hə deyirəm. Çünki həqiqətən də 4 9'dan kiçikdir. Düzdürmü? Əla. Sonra mənə deyir ki, bax düşürəm hara dövrün gövdəsinə. Bu nə oldu? While oldu. Bu şərt oldu. Düzdür? Bu nə oldu? Dövrün gövdə hissəsi. Mənə deyir S mənimsət S plus A. Deməli S mənimsədirəm. S-imin ilkin qiyməti 0, üstə gəlmək A. A-nın qiyməti 4. S nə olacaq? Əlbəttə 4 olacaq. Gəlirəm buradan K bərabərdir. K-nın ilkin qiyməti neçə idi? 18 idi. Üstünə 1 gələndə 19. A bərabərdir. A-nın ilkin qiyməti 4-dür. 4-ü 2-yə vururam. Çıxıram 1 olur 7. Bu mənim üçün birinci dövrümdür. Dövrümün gövdəsi gördüyünüz bax bu hissə dövrümün gövdəsidir. Yerinə yetirdikdən sonra yenidən while-a qayıdıram. Buradan 1 yazıram. Buradan 2 yazıram. İkinci dəfə dövrümə. Deyirəm ki, A-nın qiyməti 7. 7 kiçikdirmi 9'dan? Baxın yoldaşlar, 9 hardan gəldi? İzah edirəm. Tam diqqətli olun, tam diqqətli olun. K baxın, A-nın sonuncu qiyməti nə oldu? 7. K-nın sonuncu qiyməti nə oldu? 19. Baxın yazıram. 19 tam bölmə 2. 19'u 2'yə tam böləndə neçə düşür? Bəli, 9 düşür. Deyirəm 7 kiçikdirmi 9'dan? Yenidən hə deyirəm. Həqiqətən də 7 9'dan kiçikdir. Bu qədər sadə. Dövrümə daxil oluram. Bax burada gördüyünüz artıq nədir? Dövrümdür. Dövrümün gövdəsidir. Gəlirəm yenidən 1-1. Ən sonuncu verdiyim qiymətlərə yeni qiymətlər daxil edirəm. Baxın yoldaşlar, S bərabərdir. S üstə gəlmək A. S-in ən sonuncu qiyməti nə idi? Birlikdə baxırıq. Bəli, bu 4'dür. A-nın ən sonuncu qiyməti nə idi? 7'dir. Bəli. 4'ün üzərinə 7 gəlirəm. Bu mənə nə verir? 11 verir, düzdürmü? Keçirəm K-ya, K bərabərdir. K-nın ən sonuncu qiyməti neçə idi? 19 idi. Üstünə 1 gəlirəm 20. Bəli, tamamilə doğrudur. A bərabərdir. A-nı vururam 2-yə, çıxıram 1-i. Ən sonuncu A-mızın qiyməti 7 idi. 7-ni 2-yə vuranda 14, 1 çıxanda 13. Bəli, bu bizim üçün ikinci dövrümüzdür. Yenidən biz bunu yerinə yetirdikdən sonra yenidən dövrə daxil oluruq. Artıq üçüncü dövrümüzdür. A-nın ən sonuncu qiyməti 13'dür. 13 kiçikdirmi? K-nın ən sonuncu qiyməti 20. 20'ni tam şəkildə bölürəm 2-yə. 20'ni 2-yə böləndə tam neçə düşür? Bəli, bu 10 düşür. Deyirəm 13 kiçikdirmi ondan? Bəli, yox deyirik. Yox dediyimiz üçün artıq dövr dayanmış olur. Məndən nə soruşur? Məndən burada print çap ilə S və A desə də, S-i də A-nı da soruşsa da, amma məndə şərt başqa bir şey soruşur yoldaşlar. Bir proqramda dövrün gövdəsi neçə dəfə icra olunur? 1 dəfə, 2 dəfə. Deməli dövrüm 2 dəfə icra olunmuş olur. S-in ən sonuncu qiyməti, K-nın ən sonuncu qiymətini əgər soruşsa idi, S-in ən sonuncu qiyməti bizim üçün olacaq 11, A-nın ən sonuncu qiyməti isə 13 olacaq. Amma bizdən bunu soruşmur. Diqqətli olmaq lazımdır ki, proqramda dövrün gövdəsi. Dövrün gövdəsini sizə göstərdim. Baxın bu hissə dövrün gövdəsidir. While-ın aşağı hissəsində dövrün gövdəsi. Və onlar bir sətirdə yazılır. Bir sütun üzrə yazılır. Doğru cavabımız B variantı. Ümid edirəm aydındır. Aydındırsa zəhmət olmasa kanala abunə olun. Çünki bu sualların hər birini sizin üçün bir izah edəcəm. Gəlirik 8-ci suala. 8-ci sualda bizdən nə istəyir? Və sadə izah, loru dildə sadə izah, öz başa düşdüyümüz şəkildə, terminlərsiz, hər şey qoyaraq bizə nə lazım? İmtahandan keçmək və başa düşmək. Əlbəttə ki, başa düşmək üçün diqqətli olmaq və dəfələrlə baxmaq lazımdır. Məsələn, bu suala bir dəfə yox, 2 dəfə baxsan, inan ki, imtahanda bu sual sənin qarşına çıxsa yaza biləcəksən. Deməli, cədvəldə A, B, C, D, E, F yaşayış məntəqələri arasında yolların uzunluqları qeyd olunub. Hər məntəqədən bir dəfə keçməklə A, F məntəqələr arasında ən qısa yolun uzunluğu normalda belə soruşur. AF-in içində ən qısa yolu soruşur. Bizə verilib, biz də buna uyğun olaraq gəlin şəbəkə düzəldək. Gəlin baxaq. Deməli A mənim nəyimdir? Təpəmdir. Təpə arasında yola biz til deyirik. A təpəsindən B təpəsinə yol var. Yolun uzunluğu 5-dir. Qeyd edirəm. İndi mən təsvirinci sənətimə baxın görün necə gözəl çəkəcəm. A təpəsindən C təpəsinə bir dənə də yolum var. Deməli qeyd edəcəm A təpəsindən C təpəsinə yolum var.
Və bu nə qədərdir? 7-dir. Mən burada 7-ni qeyd edəcəm. Başqa A təpəsindən olan yol yoxdur. B və C-dir. Deməli A təpəsindən çıxan yollar hansıları oldu? B oldu və C oldu. B oldu 5, C oldu 7. Aydındır? Davam edə bilərik. B təpəsindən yenidən A təpəsinə geri bir yol var. Əla. B təpəsindən C təpəsinə yol var. Əla. Bu yolun da uzunluğu 7-dir. Qeyd edirəm. B təpəsindən D təpəsinə yol var. B təpəsindən baxın yoldaşlar, D təpəsinə yol var. Uzunluğu nə qədərdir? 4-dür. B təpəsindən Y təpəsinə də yol var. B-dən bir dənə də Y-yə biz yol çəkməliyik. Bu yolun da uzunluğunu qeyd eləməliyik. Təbii ki, 8. Daha sonra baxıram F-ə yol yoxdur. Keçirəm C təpəsinə. Yoldaşlar, C təpəsindən A təpəsinə yenidən yol var. C təpəsindən B təpəsinə yenidən yol var. Əla, super. C təpəsindən Y təpəsinə yol var. Aha. Deməli, baxıram buradan C təpəsindən Y təpəsinə yol var. Əla. Məndən nə soruşurdu? Məndən soruşmaq istədiyi odur ki, C təpəsindən Y təpəsinə yolu belə çəkəcəm ki, bir-birinə qarışmasın. C təpəsindən Y təpəsinə yol 5-dir. D təpəsindən, D təpəmi tapıram, B təpəsinə geri dönüş var. D təpəsindən Y təpəsinə də yol var. D-dən də Y-yə yolumu çəkirəm 2-dir. Siz orada bərək də verəcəklər, narahat olmayın. Yazın, böyük hərflərlə yazın, öyrənin, çəkin. Y təpəsi. Y təpəsindən B təpəsinə geri dönüş var. Y təpəsindən C təpəsinə yenidən geri dönüş var. Y təpəsindən D təpəsinə geri dönüş var. Y təpəsindən F təpəsinə. Bir dənə də Y təpəsindən burada F təpəsi təyin edirəm və ölçüsünü 1 götürürəm. Əla. F təpəsindən sadəcə və sadəcə Y təpəsinə yol var. Vəssalam. Mənim hazırdır deməli qrafım. Qraf nədir? Öz aralarında ixtiyari qaydada, müəyyən sayda obyektdən ibarət olan struktura biz qraf deyirik. Mən burada İstiqamətlənmiş til də var, ona bövs deyirik. Bir təpədən çıxıb həmin təpəyə geri qayıdırıq, biz onu ilgəc deyirik və s. və baxın. Baxın yoldaşlar, məndən nə soruşur? Ən qısa yol soruşur. Ən qısa yolun uzunluğunu soruşur. Hardan hara? A təpəsindən F təpəsinə. Qələmin rəngi mavi rəng eləyəcəm. Deməli A təpəsindən F təpəsinə keçən ən qısa yolun uzunluğunu soruşur. Baxın A-dan F-ə. Düzdür? Əla. Deməli mən sizə bir dənə ipucu verəcəm burada. Mən sizə bir dənə burada ipucu verəcəm. Çalışın ki, A təpəsini qeyd edin. A təpəsinin qonşuları kimdir? B-dir, C-dir. Ən qısa yolla getməyə çalış. Əvvəlcə ən qısa yolu seç ki, böyük qalsın hələ ki orada. Yaxşı, ən qısa yolumuz nədir? Qeyd edirəm. A təpəsindən B təpəsinə. Yolun uzunluğu 5. Qeyd elədim, dayandım. Deməli A-dan B-yə gəldim. Yolum haradır? F-ə getmək. Düzdür? İndi mən baxıram ki, B-dən haralara yol var. Təbii ki, geri dönüş edə bilmərəm. B-dən C-yə, D-yə, Y-yə. Ən qısa yolumuz nədir? D-dir. Qeyd edirəm. B-dən D-yə. Nə qədərdir? 4. Ən qısalarla getməyə çalışıram ki, düzgün yolunu tapım. D-dən ən qısa yol nədir? 2-dir. Gələcək Y-yə. D-dən ən qısa yol 2-dir, Y-yə gələcək. Y-dən hara gedəcək? Təbii ki, F-ə gedəcək. Ən qısa yol 1. Və biz bunları toplasaq 9, 9-un üstünə 2 gələndə 11, üstünə 1 gələndə 12. Ən qısa yol 12-dir. Burada baxıram 9 da var, 10 da var. Elə şey mümkün deyil. Yəni niyə mümkün deyil? Ən azı A-dan B-yə 5-dir. Ən qısalarla gəlmişəm də mən. Ən qısalarla gəlmişəm və ən qısalarla gəlmişəmsə A-dan keçmişəmsə ya B-yə gələcəm, ya C-yə gələcəm. B-dən də ən qısa yenə də yolu seçirəm. Yəni bütün hallarda ən qısa yolu seçdiyim üçün mənim üçün burada ən qısa yol da olacaq 12. Yəni bu metod daha effektivdir. Yəni mən bu metoddan daha çox, bundan daha çox istifadə edirəm. Bu like edirəm bunu, bəyənirəm bunu. Nə edirəm? Hardan hara getməliyəm? A-dan F-ə getməliyəm, düzdür? İlk olaraq A təpəsini qeyd edirəm. A-nın qonşuları kimdir? B-dir, C-dir. Ən qısalarla getməyə çalışıram. Ən qısalarla gedirəm və yolunu tapıram. Məndən çünki ən qısa yolu soruşur. Belə, burada da cavabı tapdıq. 12 halaldır bizə. Gəlirik 9-cu sualımıza. 9-cu sualımız da Aplogo sualıdır. Sadə suallardan biridir. Bir dənə, ümumiyyətlə Aplogodan 2 dənə sual olacaq. Biri çox asan olacaq. Və burada nə var? Ümumiyyətlə qələmi indir. Qələmi indir çizəcək. Təkrarla. Düzgün 9 bucaqlı dediyi üçün avtomatik olaraq sən burada 9 yazmalısan. Təkrarlayacaq çünki 9 bucaqlıdırsa 9 dəfə bir şey təkrarlayacaq. Düz? Əla. İrəli 150. İrəli 150-nin önəmi yoxdur. Neçə olur olsun? Düzgün 9 bucaqlı çəkməlidir. Yəni burada məsələ elədir ki, hamısı eyni olmalıdır. Çizdiyi yol hamısı eyni olmalıdır. Biz bilirik ki, ümumilikdə 360 dərəcədir. 9-a bölürük. 9-a böləndə alırıq 40. Deməli 9 və 40 doğru cavab C variantı bu qədər bəsit. Deməli düzgün 9 bucaqlı çəkmək istəyirsə, ümumi olaraq bucağımızın dərəcəsi 360-dır. 360-ı 9-a bölürük, eləyir neçə? 40 dərəcə. Doğru cavab olur C variantı. Davam edirik 10-cu sualımız ilə. 10-cu sualda bizdən nə istəyir? Baxın, 10-cu sualda biz ümumiyyətlə buradan bir dənə məsələ deyək də. Biz tiplər haqqında danışmışdıq. Bax, qeyd edirəm tiplər. Hansı tiplər öyrənmişik? Int tipi öyrənmişik. Int tipi necə tipi idi? Tam tipi idi. Tam ədədlər idi. Məsələn deyirəm 2, məsələn deyirəm 5, məsələn deyirəm 6. Bu tam tipdir. Flat tipi. Flat tipi necədir? Sürüşkən nöqtəli vergülü ədədlər. 2.0, 5.1, 6.0. Bu artıq necə ədədlərdir? Həqiqi ədədlərdir. Düzdür? Növbəti biz öyrənmişdik sizlə string tipi, yəni sətir tipi. String yəni sətir, string yəni sətir. Dırnaq içində yazılır. Bir də növbəti öyrənmişik list tipi. List də transkripsiyalı mötərizədə yazılır. Gördüyünüz kimi A dəyişəndə mən məsəlmişəm list tipi. Listin içərisində 12, 7, 5, 91, 44 var. B dəyişəndə mən məsəlmişəm boş bir siyahı, boş bir list mənimsətmişəm. For i in range. Range harda gördünüzsə bilirsiniz ki, bu modifikasiyalı dövr alqoritmi xatırladır. Başlanğıc qiymət 0-dan başla. Len A gedirsən leni sayırsan neçədə nədir? 1, 2, 3, 4, 5 və 2, 2 addımla demişdik başlanğıc qiymət, son qiymət və addım sayı. Və alqoritmdə sonuncu qiyməti götürdüyümüz halda Pythonda sonuncu qiyməti götürmür. Range bizə imkan vermir. Deməli bizim üçün i-nin aldığı qiymətlər 0-dan başlayacaq, 4-də dayanacaq. Sən baxma burada 5-dir, sonuncunu götürmürük. Deməli 0-dan başlayacaq, 4-də dayanacaq, amma 2 addımdan gələcək. Nə olacaq? Əlbəttə olacaq 0, 2 və 4. Tamamilə doğrudur. Deməli i-nin 0-cı qiymətinə baxmalıyam, i-nin 2-ci qiymətinə baxmalıyam, i-nin 4-cü indeksdəki qiymətinə baxmalıyam. Gəlin baxaq. B bizdə nə idi? Boş bir siyahı idi. Deyir B-yə insert, əlavə et. Nəyi əlavə elə? Gəlin baxaq. Gəlin baxaq.
İ. Yazıram. B nöqtə insert. Insert əlavə edir. Nəyi? Sıfırıncı mövqeyə. Oxunuşunu deyirəm sizə. Sıfırıncı mövqeyə. A, I, yəni 0 vurulsun 2. Mən də gəlirəm yoldaşlar. Baxın burada 0, 1, 2, 3, 4. Sıfırıncı mövqeydəki qiymətimi tapıram. Sıfırıncı mövqedə qiymətim nədir? Tamamilə doğrudur. Bu 12-dir. Yazıram buradan ki, baxın bərabərdir. 0, 12, 12 vurulsun 2. 12'ni 2'ye vuranda 0, 24. Yani demek istediği odur ki yeni bir B siyahısı yarat. Çünkü B siyahısı boş siyahıdır. B siyahısına insert əlavə et. Nəyi? Sıfırıncı indeksdə 24'dür. Sıfırıncı indeksə 24. Aydındır. Keçirəm mən artıq deməli növbətisinə i-nin 2 qiymətinə. Gəlirəm i-nin 2 qiymətinə. Yenə də yazıram. B nöqtə insert əlavə ilə nə? Baxın i-nin 2 qiymət. Baxın i2. Yəni ikinci indeksdə duran yerə əlavə ilə. Gəlin bunu sayacağım. A, I, yəni 2 vurulsun 2. Gəlirəm baxın yoldaşlar. 0, 1, 2 neçədir? 5'dir. Bəli 5'dir. 5'i vuracağım 2'yə 10. Deməli mənim üçün deyir ki, əlavə ilə baxın, əlavə ilə 10'u. Düzdür? Əlavə ilə 10'u. Mən də gəlirəm, əlavə edirəm 10'u. Deməli əlavə elədim 10. Növbəti 4-cü indeksdə 44-dür. 44'ü 2'yə vururam. Yəqin ki, prosesi başa düşdüyünüzdə olur nə 88. Sonra mənə deyir bunları sortla. Sortlamaq nə deməkdir? Ardıcıl düzməkdir. 10, 24, 88. 10, 24, 88 doğru cavabımız A variantıdır. Yəqin ki, başa düşdük. Yəqin ki, başa düşdük. 10, 24, 88. Heç nə yoxdur bu suallarda. Sadə suallardır. Tələsmədən həll etsək doğru cavab taparıq. Doğru cavab taparıq. Bu qədər. Növbəti izahda görüşərik. Sağ olun. Hələlik.